Ramazana hazırlıq olaraq, yəni qəlbi hazırlığın inşallah mövzularından götürəcəyik. Yəni hazırlıq deyildiyi zaman, yəni digər məsələlərdə də, işlərdə də yəni hazırlıq olur. Yəni insan hazırlaşmalıdır ki, idmandan əvvəl, sonra idmana başladığı zaman, yarışlara başladığı zaman onu daha yaxşı yerinə yetirməyə müvəffəq olsun. Və həmçində Ramazan ayı da yəni xeyirlərlə, bərəkətlə dolu bir aydır. Yəni insan bu aya girməzdən əvvəl hazırlığını görməlidir ki, bu aydakı xeyirləri və bərəkətləri əldə eləsin. Və buna görə də nəfsin bu ay girməzdən əvvəl hazırlaşmasına, hazır olmasına böyük ehtiyac vardır. Və hazırlıq deyildiyi zaman hər növ hazırlıq bura daxildir. Həm qəlb hazırlığı, bədən hazırlığı və həmçinin əxlaqi yöndən insanın hazır olması. Yəni belə ki, əgər insan hazır olarsa, yəni bu aya daxil olduğu zaman qətiyyətli şəkildə və həmçinin uca himmə ilə, iradə ilə yəni bu aya daxil olar. Hansı ki, bu ayın günləri sürətlə ötür. Və insan da onun anlarını, o qiymətli vaxtını, anlarını hiss edə bilmir. Yəni sürətli keçdiyinə görə hiss etmir. Və buna görə də yəni biz necə etməliyik ki, yəni bizim qəlblərimiz Ramazan ayı üçün hazır olsun. Və qəlbləri salamat şəkildə hazırlaşdırmalı və Ramazan ayına daxil olduğu zaman qüvvətlə daxil olsun. Yəni qəlblər elədir ki, nə qədər Allah Teala'dan uzaq düşərsə, qəlblər Allah Teala'dan nə qədər uzaq düşərsə və bir o qədər də o qəlblərin Ramazan ayından təsirlənməsi də zəifləyir. Deməli, təsirlənmirsə, o qəlblər Allah Teala'dan uzaq düşdüyü üçün təsirlənmir.